من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد والثناء لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين المعصومين ولعن الدائم على أعدائهم ومنكر فضائلهم وغاصب حقوقهم أجمعين من الآن إلى قيام يوم الدين. Bugün bildiğimiz kimi İmamət səmasının 9-cu ulduzu İmam Muhammed Cavad əleyhissalamın şəhadət günüdür. İmam Muhammed Cavad əleyhissalam İmam Rıza əleyhissalamın yeganə övladıdır. Və imamın adı, yəni 9-cu imamın adı Muhammeddir. Amma onun bəzi sifətləri Əhl-i tərəfindən, bəzi insanlar tərəfindən müxtəlif adlarla çağırılır. Məsələn, ona həm təqi deyirlər ki, biz bəzən onu Muhammed Təqi əleyhissalam kimi tanıyırıq. Təqi yəni pəhrizkar, özün qoruyan, təqvalı. Eləcə də İmam Cavad əleyhissalam, Muhammed Cavad da deyirlər. Muhammed Cavad, ona görə İmama Cavad deyirlər ki, çox səxavətli idi. Cavadul əimmə, imamların içərisində ən səxavətli, ən əlaçıq bir imam olur. Və mübarək bir övladdır. Bilirsiniz, İmam Rıza əleyhissalamın təxminən 48 yaşına qədər övladı olmur və bu müddət ərzində düşmənlər təni eləyirlər. Bunlar təni eləyirlər ki, deməli, bəs bunlar deyirdi, bizim nəslimiz davam eləyəcək, biz Əhl-i Beyt imamları 12 nəfəri, amma bunun hələ 48 yaşı var, övladı yoxdur. Və 48 yaşında Allah İmam Cavad əleyhissalamı İmam Rızaya hədiyyə eləyir, bəxşiş eləyir və İmam əleyhissalam, yəni İmam Rıza əleyhissalamın 56 yaşında şəhid olanda İmam Muhammed Cavad əleyhissalamın cəmi olur 8 yaşı. Və bu da imamət aləmində yeni bir imtihan idi. Çünki bu İmam Muhammed Cavad əleyhissalamdan əvvəlki imamların imamətə başladıqları dövr müəyyən qədər yaşları olurdu. Amma belə deyək, yəni uşaq yaşında başlayan ilk imamdır. Əlbəttə Əhl-i Beytin uşağı olmaz. İlahi elmi daşıyan insanın böyüsü kiçiyi olmur. Amma ümumi insanların nəzərindən götürsək, uşaq yaşında, 8 yaşında İmam Muhammed Cavad əleyhissalam ümmətin imamı olur. Və müsəlmanlar arasında müəyyən qədər ixtilaf düşür ki, necə ola bilər bir uşaq gəlsin, 8 yaşında uşaq gəlsin, ümmətə imamlıq iddiasında olsun və imam olsun. İmam Muhammed Cavad əleyhissalamın bu imtihanı çox ağır imtihan olur. Amma məsələn də deyim, İmam Muhammed Cavad əleyhissalamın imamətinin dəlilləri daha aşkar və daha aydın olur. Məsələn, İmam Rıza əleyhissalamın, İmam Musa Kazım əleyhissalamın o qədər də özünü isbat eləməyə nə ehtiyacı olmur, nə də ki bir şəraiti olmur. Amma İmam Muhammed Cavad əleyhissalam, çünki uşaq idi, insanların şübhəsi var idi, həm dostun, həm düşmənin, orada özün sübut eləmək üçün, Peyğəmbər elminin varisi olduğunu sübut eləmək üçün imamın qarşısında şanslar yaranırdı, böyük şəraitlər yaranırdı, böyük məclislər təşkil olunurdu və imam orada özünü tanıtdırırdı, imamətin sübuta yetirirdi. İmam Muhammed Cavad əleyhissalam Mədinə şəhərində dünyaya gəlir. Və İmam Rıza əleyhissalam şəhid olandan sonra ki, Xorasanda, indiki Məşəd şəhərində artıq imamət İmam Muhammed Cavad əleyhissalamın vasitəsi ilə davam eləməlidir. Dediyim kimi, insanlar ixtilafa düşürlər. Bir qrup imamın imamətin qəbul eləmir, deyir ki, uşaqdan imam olmaz. Bir qrup qəbul eləyir, deyir İmam Rıza əleyhissalam deyib ki, mənim bu övladım, məndən sonra sizin rəhbərinizi qəbul eləyirik. Bir dəstə deyir ki, deyir, biz ehtiyat eləyirik. Biz hələ gərək dəqiqləşdirək, ondan sonra qərar verək. Nəhayət bu üç dəstə yığışırlar, gəlirlər həcc ziyarətində, həcc ziyarətinin zamanında İmam Muhammed Cavad əleyhissalamla görüşməyə.
Gəlirlər, imamla görüşəndə salamun aleykdən sonra imam elmi, imaməti burada göstərməlidir. Həqiqətən mən Allah tərəfindən təyin edilmiş ilahi bir rəhbərəm. İmam qəribə bir üslub seçir. O qəbul eləməyənlərə deyir ki, siz mənim imamətimi qəbul eləmirsiniz. Aydın, siz bir tərəfə. Qəbul eləyənlərə də deyir ki, siz mənim vilayətimi qəbul eləyirsiniz, siz də öz yerində. O ehtiyat eləyənlərə deyir ki, deyir, mənim işim sizinlədir. Siz mənim imamətimi qəbul eləmirsiniz. Öz aləminizdə ehtiyat eləyirsiniz ki, birdən belə olmaz, düzdür, bir bəli. Deyir, Qur'anın ayəsində sizin şəkküz var, deyir, yox. Deyir, Qur'an-ı Kərimin ayəsi deyir, müsəlman qardaşının qeybətini eləməyin, deyir, bəli. Deyir, bu arada ayə var da və bu qeybət eləməyin haram olmasında şübhəz yoxdur ki, deyir, yox. Deyir, niyə gələndə filan məntəqədə bir müsəlman qardaşınızın qeybətini elədiniz? Onun ünvanına nalayiq sözlər danışdınız. Deməli, sizin məqsədiniz ehtiyat eləmək deyil, sizin məqsədiniz özün göstərmək və bir növ, o bizim dildə desə, şov göstərməkdir. Siz dindarlıq eləmirsiniz, şov göstərirsiniz. Və bundan onlara başa salır ki, qarşınızda olan imam Allah elminin daşıyıcısıdır. Bu sırabı bəşər elminin daşıyıcısıdır. Bu, İmam Muhammed Cavad əleyhissalamın bir dənə kəşf-i kəraməti idi. İkinci bir dənə də maraqlı məqam İmam Muhammed Cavad əleyhissalamın həyatında çox ibrətamiz məqamlar çoxdur. Baxmayaraq indi qeyd eləyəcəm, imamın ömrü çox uzun olmayıb. Necə uşaq yaşında imamətə çatıb, cavan yaşında da şəhid olubdu İmam Muhammed Cavad əleyhissalam. Amması var ki, bu az həyatda çox bərəkətli həyat yaşayırdı. Deyir ki, Məlun, Allah lənət eləsin, İmam Rıza əleyhissalamın qatili, İmam Muhammed Cavadın atasının qatili və Abbasi xəlifəsi bu yolla gələndə uşaqlar görürlər, xəlifə gəlir, hamısı qaçır. İmam Muhammed Təqi əleyhissalam durur yolda. Məlun gəlir, soruşur ki, sən niyə qaçmadın? Deyir ki, xəlifə, əvvəla yol o qədər dar değildi ki, mən sizə yer vermək üçün yerimi dəyişim. Yol genişdir, gəl keçsin. İkincisi, mənim səndən qorxacaq bir günahım yoxdur. Axı, mənim bir günahım yoxdur, qaçam. Mən niyə qaçmalıyam səndən? Məmun soruşur, sən kimsən? Deyir ki, mən Muhammed ibn Əliyəm. Mən Muhammed Cavad, İmam Rızanın oğluyam. Məmun deyir ki, deyir elə sənin bu cavabından və bu mövqeyindən bəllidir ki, sən hansı sülalənin nəslini davam eləyənisən. Görün, necə dəqiq deyir. Deyir, niyə mən yoldan qaçmalıyam? Yol genişdir, dar deyir, deyəm ki, qoydurum, başqaları yol açılsın, gəlib keçsinlər. Çünki mənim səndən qaçacaq bir günahım yoxdur. Necə azad, düşüncəli, necə şücaətli və necə ədəbli bir üslubla danışır. Və İmam Cavad əleyhissalamın hədislərindən bir dənəsini oxuyub, ondan şəhadətinə inşallah işarə eləyərəm. İmam buyurur ki, Səlasun yəbluğnə bil-abd rizvanəllahi Teala. Üç şey var insanı Allahın razılığına çatdırır. Mənim əzizlərim, insan bu dünyada yaşamağında ən böyük hədəfi Allahın razılığını qazanmaq olmalıdır. Ən böyük hədəf namaz deyil, ən böyük hədəf oruc deyil, ən böyük hədəf digər şəriət hökmlərinin əmələ gətirilməsi deyil. Önəmli odur ki, o ibadətlərin vasitəsilə Allahın razılığını qazanan insan. Allahın razılığı önəmlidir. İmam Muhammed Cavad əleyhissalam buyurur ki, üç şey var, əgər insan bunu eləsə Allahın razılığını qazanar. Birincisi kəsrətül istiğfar. Çoxlu istiğfar eləmək, çoxlu əstəğfirullah Rəbbi və tuğbu iləh demək. İnsan öz bildiyi və bilmədiyi günahlarından, təqsirlərinə görə Allahdan bağışlanma diləmək. İkincisi, vəlinul canib. Mülayim ola, ətrafı ilə mülayim ola, insanlarla mülayim rəftar eləyə, kobud olmaya, qaba olmaya. İnsana Allahın razılığına çatdıran ikinci mühüm şey insanın ətrafı ilə, ətrafdakılarla mülayim rəftarıdır. Üçüncüsü və kəsrətü sədəqə. Üçüncüsü də çoxlu sədəqə verməkdir. İnsan sədəqə verməklə Allahın razılığını qazana bilər. Sədəqə təkcə pulla olmur. Mömin qardaşının üzünə təbəssüm Peyğəmbər buyurur sədəqədir. Yolda müsəlmanın yolunda ona mane olacaq, maniyəni kənara vurmaq sədəqədir. Valideynin üzünə baxmaq sədəqədir.
Bir insanın ehtiyaclarını həll eləmək, ona yol göstərmək sədəqədir. Yəni insanlığa faydalı verən, fayda olan bütün şeylərin hamısı sədəqədir. Bu bəzən pulla olur, bəzən yol göstərməklə olur, bəzən kömək eləməklə olur, bəzən hər hansısa bir şübhənin dəf edilməsi ilə olur. Hər bir halında çoxlu sədəqə vermək insanı Allahın razılığına çatdırar. Və sonra imam buyurur ki, və salasun mən kunnə fih ləm yəndəm. Buyurur ki, kimdə də 3 dənə xüsusiyyət olsa, heç vaxt peşman olmaz. Əgər peşman olmaq istəmirsinizsə, əgər peşman olmaq istəmiriksə həyatda, işlərimizdə, İmam Muhammed Cavad əleyhissalamın bu kəlamı bizim üçün yol göstərir. Birincisi, tərkul əcələ. Birinci iş görəndə tələsməyəsən gərək. Ölçü biçini düzgün eləyəsən. Tələsmək hər bir halda insanı xətərə salar. Xüsusilə həyata əhəmiyyətli məsələlərdə. O ki, xeyir işlərdir, o ki, yardım eləməkdir. Bu xeyir işlərdə Quran-ı Kərim buyurur tələs. Allahın razı qaldığı, dəqiq bildiyin işlərdə tələsmək lazımdır. Amma yerdə qalan hər bir işdə gərək tələsməyəsən. Tələsmək insanı peşman edər. İkinci vəl məşvərə, məşvərət eləyər insan. İnsan ətrafı ilə, dostu ilə, ixtisas sahibi ilə əkin əkir, ev tikir, hər hansısa bir iş görür, bir əhli ilə məşvərət və məsləhət eləsin. Bu adam peşman olmaz. Və üçüncüsü, وَالتَّوَكُّلْ عَلَى اللّٰهِ عِنْدَ الْعَزْمِ. Üçüncüsü də bir iş qərar, bir şey gördü, artıq qərarlaşdı bunu görsün, orada Allah'a təvəkkül eləyər. Elə ki, insan əzm ortalığa qoydu ki, mən bu işi görəcəm, orada desin ki, Allahım sənə təvəkkül eləyirəm. Bu xüsusiyyətləri olan insanlar dünya həyatında peşman olmazlar. Bu İmam Muhammed Cavad əleyhissalamın kəlamlarındandır ki, oxudum. Həm yadigar qalsın, həm iş çalışaq, bacardığımız qədər bunlara əməl eləyək. İmam Muhammed Cavad əleyhissalam öz elminin qurbanı olur və düşmənlərin həsədinin qurbanına çevrilir, belə deyək. İmam Muhammed Cavad əleyhissalamın körpəliyi, İmam Muhammed Cavad əleyhissalamın yaşının az olması onun həyatında çox mühüm rol oynayır. İmam Muhammed Cavad əleyhissalama Məmun öz qızın verir. İmam Muhammed Cavad əleyhissalamı elə bir təsir dairəsinə salır, elə bir şərait yaradır ki, atasının qatilinin qızını alır. Ümmü Fəzl adında bir adamı o alır, imama verir, İmam Muhammed Cavad əleyhissalama. Və İmam Muhammed Cavad əleyhissalama bunu verəndən sonra bir növ imamın evində bir casus yerləşdirir. Və məqsədi də bu olur ki, əgər bir uşaq olsa, dünyaya gəlsə, qoy bizim nəsildən olsun, yəni Abbasilərdən olsun, Məmunun nəslindən olsun. Amma Allahın təqdiri bu cürdür ki, İmam Muhammed Cavad əleyhissalamın Ümmü Fəzildən uşağı olmur. Və imamın 4 dənə yazırlar, 2 qızı, 2 oğlu olur. Bunlar başqa xanımdan dünyaya gəlirlər. Başqa xanımdan bunlar dünyaya gəlirlər. Və Ümmü Fəzl başlayır İmam Muhammed Cavad əleyhissalama bir kin yaranmağa qəlbində. Neçə səbəbdən biri də bu olur ki, məndən bunun uşağı olmadı, başqa qadınlardan bunun uşağı olur. Və nəhayət, Məmun cəhənnəmə vasıl olandan sonra Möhtəsim gəlir hakimiyyətə. Möhtəsim hakimiyyətə gələndən sonra Məmunun qardaşı olur. Gəlir Ümmü Fəzlin əli ilə İmam Cavad əleyhissalamı şəhid elətdirir. Yəni xanımının əli ilə. Və 25 yaşında İmam Muhammed Cavad əleyhissalam xanımı Ümmü Fəzl lənətullahi əleyhanın zəhərli üzümü ona yedirtməsi ilə şəhid olur. İmam Muhammed Cavad əleyhissalamın şəhadət səhnəsi də çox qəlb yandırıcı şəhadət səhnəsi var. Deyir ki, Ümmü Fəzl ona zəhəri verəndən sonra qapını bağlayır, tarix belə yazır. Deyir ki, rəqqasələri çağırır, hay-həşir salırlar ki, imamın o ahuzarının səsi eşidilməsin. Və İmam əleyhissalam susuz şəhid olur. Gəlib görürlər ki, imam ağzı üstə uzanıbdır, şəhid olubdur. 25 yaşında şəhid olur. Və bununla da bitməyən, bununla da düşmənçiliyi bitməyən Abbasi xanədanı gətirir, İmam əleyhissalamı qoyurlar bir evin damında, günün altında.
məqsədləri də bu olur ki, imam günün altında qalsın, o xoşagəlməz bir vəziyyətə düşsün, bunları daha çox təhqir eləsinlər. Amma əksi olur. Əksi belə olur ki, ətrafı daha çox ətir bürüyür. Əksi belə olur ki, görür, göyərçinlər qanad-qanada gəliblər, imamın cənazəsinin üstündə qanad kölgəli yaradırlar. 3 gündən sonra İmam Əleyhisselamın cənazəsinin yeri bilinir. Və İmam zamandan üzr istəyirəm, möminlərdən üzr istəyirəm. Tarix belə yazır. Deyir ki, gəlirlər İmam Cavad Əleyhisselamın cənazəsin dostlar, tərəfdarları gəlirlər ki, aparaq dəfn eləyək. Oradan evin üstündən atırlar yerə. Və imamın cənazəsin xoşagəlməz bir hörmətsizlik eləyirlər. O lənətə gəlmişlər. Və nəhayət Bağdadda Qureyş qəbristanlığı deyilən yerdə ki, indi Kazımen şəhəridir, İmam Hüseyin Kazım Əleyhisselamın yanında, babasının yanında dəfn olunur. İmam Muhammed Cavad Əleyhisselamın şəhadəti 25 yaşında xanımının əli ilə Abbasi xəlifəsi Möhtəsim lənətullahi əleyhim və cəmi zalimlərə Allah lənət eləsin, bunların əli ilə olur. Və İmam Cavad Əleyhisselam xüsusilə Babul Həvaicdir, hacətlər qapısıdır. Xüsusilə maddi çətinliklər zamanı deyirlər ki, İmam Muhammed Cavad Əleyhisselama təvəssül edir. İmam Muhammed Cavad Əleyhisselama Allaha ona and verin ki, onun sizə şəfaətçi olsun ki, maddi müşkilləriniz həll olunsun. Allah inşallah İmam Muhammed Cavad Aleyhisselam ehtiramına evvela bizim her birimizə mərifət, dünyada o Həzrətin və bütün Əhl-i Beyt imamların ziyarətin və şəfaətin nəsib eləsin. İkincisi də İmam Muhammed Cavad ehtiramına bütün müşkülü olanların, çətinlikdə olanların, çətinliklərin Allah Həzrəti İmam Muhammed Cavad Əli ilə həll eləsin inşallah. Və selamu aleykum və rəhmətullahi və bərəkatuhu.